Abşeron rayonu Masazır qəsəbəsi Niyazi küçəsində aparılan genişmiqyaslı tikinti ətrafında ciddi iddialar səsləndirilir. Hazırda ərazidə sürətlə katlavan qazıntılarının aparıldığı, lakin tikilən obyektin nə məqsəd daşıdığı barədə hər hansı rəsmi məlumatın olmadığı bildirilir. Sakinlərin sözlərinə görə, tikinti sahəsində çoxmərtəbəli bina və ya iri iaşə obyektinə bənzər struktur inşa edilir. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, tikintiyə rəhbərlik etdiyi iddia edilən Samir adlı şəxs qanun və qaydalardan daha çox hörmət şirinlik mexanizminə güvəndiyini açıq şəkildə dilə gətirib. İddialara görə həmin şəxs bildirib ki, hər yerə nə lazımdırsa hörməti, şirinliyi vermişik, tikintimizi də rahat aparırıq. Bu kimi açıqlamalar isə artıq sadəcə bir tikinti məsələsi deyil, dövlət qurumlarının nüfuzu və şəhərsalma qaydalarının hansı vəziyyətdə olması ilə bağlı ciddi suallar yaradır. Əgər doğrudan da bir şəxs açıq şəkildə şirinlik verərək tikinti apardığını deyirsə, bu zaman ortaya haqlı sual çıxır. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi bu iddialardan xəbərdardırmı? Masazırda aparılan bu tikintinin rəsmi icazəsi varmı? Layihəsi təsdiqlənibmi? Təhlükəsizlik və şəhərsalma normalarına uyğunluğu yoxlanılıbmı? Katlavan qazıntısının hansı texniki rəyə əsaslandığı müəyyən edilibmi? Ən əsas sual isə budur. Samir adlı şəxsin iddia etdiyi hörmət və şirinlik kimlərə verilib ki, bu qədər rahat şəkildə qanunlara meydan oxunduğu görüntüsü yaranır? Əgər iddialar əsassızdırsa, aidiyyatı qurumlar məsələ ilə bağlı ictimaiyyətə aydın və şəffaf açıqlama verməlidir. Yox, əgər ortada qanun pozuntusu varsa, o zaman bu tikintiyə göz yuman şəxslərin məsuliyyəti məsələsi də araşdırılmalıdır.